Şortçukin atını. Bu cəhət. Değil. Tok vurdu beni. Baş üstüne değdim yere. Ne olup bana ölmüşəm mən. Biz səni torpağa basırdıq ki, o elektrikli torpaq təsir çalma başa düşdün. Getdim o dünyanı gördüm geldim. Yaxşı eləmsən. Adamı elə gəzmək qalır da. Vələddi nerededir? Ha, bunun oğlu aparıb atasını qocalar evinə qoyub. Pul elə oğlunu. O acıda dədəsi aparıb qocalar evinə qoyan ərəsinin oğludur, üzünə tüfürlənmək. Arvad ki deyir, mən sənin atanla, ananla bir evdə yaşamaq istəmirəm. Bax, onda kişi də başlayır atasına, anasına xor baxmağa. Mən də atama qarşı belə olmuşam. Səninlə bir evdə qala bilmirəm. Yoldaşım da sənə baxa bilmir. Sen başa düşkünən ki, özü çöldə, bayırda gəzə-gəzə atasını gətirib qozalar evinə atmaq heç bir günahı olmayan insanı zindana salmaq üçün bir şeydi. Keş mənim də bu dəqiqə atam sağ olaydı. Atamın ayağının altında belə uzanıb saatlarla ona baxardı. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları, sponsorlar Bomba Beloçka tumları, Şahs Electronics, Permalit boyaları, Mebra Az Mebel elanları platforması. Kənd havası, şənbə günü, saat 20-də, Xəzərdə.